Azərbaycan dilində cümlə qura bilirsən, bəs ingilis dilində. 30 ildir ingilis dilindən hazırlaşsan, amma 30 dənə cümlə qura bilmirsən. Gəl mənə diqqətlə qulaq as, ekrana yaxın əyləş. Ən sadə, primitiv cümlələrdən başlayaq. Hər gün səninlə bərabər birlikdə cümlə qurmağa çalışaq. Gəl, getdik. Ekrana yaxın əyləşin. Ən sadə cümlə strukturundan başlayırıq. Bu birinci dərsimizdir. Bazası çox zəif olan, hətta sıfır olan, əvvəlcə to be-nin indiki zaman formalarını bilməlidir. Əmizar. Niyə 3 dənədir? Şəxsi keyfiyyətə görə dəyişir. To be-dən niyə istifadə edirik? Yəni əmzardan feil olmayan nitq hissələrindən xəbər düzəltmək üçün. Mən dəliyəm, mən ağlıyam, mən cəliləm, mən tələbəyəm, mən Bakıdayam, mən birinciyəm, mən ikinciyəm, mən sonuncuyam və s. I am a teacher, mən müəlliməm. You are a student, sən tələbəsən. You are in Baku, sən Bakıdasan. You are tired, sən yorğunsan. He's a doctor, o həkimdir. She's beautiful, o gözəldir. It's on the table, bu kitabın üstündədir. Və s. və ilə axır. İndi sizə 15 sadə cümlə vermişəm. Bu cümlələri yuxarıdakı struktura uyğun olaraq, yəni şəxslərə görə I am, he, she, it, bütün təklər is, we, you, they, bütün cəmlər are, plus, isim, sifət, say, əvəzi, zərf, yer, məkan, nə verirsinizsə verin, cümlələrimizi düzəldək. Deməli, videonu pauza eləyirsiniz, okay? Ekrandakı cümlələri görürsünüz. Siz bu cümlələri ingilisinə tərcümə eləyin. Mən yazdığım ingiliscə cümlələrlə qarşılaşdırın, müqayisə eləyin, səhvimiz hardadır düzəldək. Deməli, gözəl insan belə müqayisə eləyək. Deyir, it is a book. Bu kitabdır. Müqayisəni siz eləyəcəksiniz. She is my teacher. I am a student. We are friends. They are at school. He is at home. You are happy. She is old. The weather is lovely, nice or beautiful. I am in Baku. This table is red. She is my best friend or closest friend. You are in the class or classroom. We are in the park. He is a teacher. Neyinirsiniz? Müqayisə edirsiniz. Bu tip çoxlu cümlələr düzəldirsiniz. Evə baxın, ətrafınıza baxın, insanlara baxın, mühitə baxın, cəmiyyətə baxın, küçəyə baxın. Gördüklərinizə uyğun cümlələr, sadə cümlələr qurun. Əgər sən də istəyirsən ki, bu videoların ardı arası davamlı şəkildə gəlsin, kəsilməsin, o zaman paylaş, bizə dəstək ol, kommentlərdə şərh yaz, şərhlərdə komment yaz, like elə, share elə, kəşfətə düşək, daha çox insan görsün, biz də daha çox video çəkək. Çəkdiyimiz əziyyətə də dəysin. Hələlik görüşərik.